Hamıya salam, əziz dostlar. Məntiq dərsində keçən dəfə biz demək sadə hökm və onun növləri haqqında danışdıq və dedik ki, mürəkkəb hökmün də növləri var. Bu barədə də danışmalıyıq. Təbii ki, mürəkkəb hökmün növlərinə keçməmişdən əvvəl bir dərsimiz var sadə hökmə aid. O məsələni həll eləyib, ondan sonra mürəkkəb hökmün növlərini qeyd edəcəyik. Demək, burada biz sadə hökmlərin maddələri haqqında danışmalı olacağıq. Dediyimiz kimi, bundan əvvəl sadə hökm və onun növləri və indi gəlib sadə hökmlərin maddələrindən danışacağıq. Sonra inşallah mürəkkəb hökmün növlərinə keçid edəcəyik. Demək dostlar, burada sadə hökmlərin biz demişdik ki, məntiq elmi iki hissədən ibarətdir. Təbii ki, birinci biz məntiq elmdə surətdən, yəni formal məntiqdən danışırıq. Həmin o sillogizm quranda, əqli nəticə çıxardanda hansı surətləri olmalıdır? Birinci müqəddimə hansı surətdə olmalıdır? İkinci müqəddimə hansı surətdə olmalıdır? Demək, orada biz deyirdik, subyekt və predikatın yerləri var, subyekt və predikat hansı formada olmalıdır? Bunları yavaş-yavaş gəlib keçirik və keçəcəyik də. Lakin bu dərsdə sadə hökmün maddələrin deyəndə, burada bir balaca biz maddələrə giriş edəcəyik. Yəni, artıq burada surət yox, həmin o maddədən danışacaq. Belə deyək, hökmün, məsələn, sadə hökmün təbii ki, sadə hökmün maddəsi var. Onun daxilində bir maddə var ki, biz buna da misal demişdik, ev misalını demişdik. Məsələn, maddə, surət misalını ona ev məsələsinə gətirmişdik. Evin, məsələn, bünövrəsi maddə hesab olunur, amma onun zahiri artıq onun surəti hesab olunur. Bu dərsdə biz maddələrə giriş edəcəyik. Təbii ki, misal deyib, misallarla həmişə kimi izah eləyirik, təhlil eləyəcəyik. Burada 3 maddə, sadə hökmdə adətən 3 maddə olur və 4-cü maddənin olması əqli cəhətdən qeyri-mümkündür. Yəni, bir sadə hökmdə ancaq bu 3 maddəsi bu 3 forma ilə, yəni 3 maddədən ibarət ola bilər. Bundan artıq 4-cüsü, 5-ci bu əqli cəhətdən ümumiyyətlə belə bir şey təsəvvür oluna bilmir. Ancaq 3 dənə təsəvvür oluna bilər. Məsələn, Allah mövcuddur. Bu bir sadə hökm. İkinci sadə hökm, insan mövcuddur. Üçüncü sadə hökmdə Allahın şəriki mövcud deyil. Bu sadə hökmlərə diqqət etsək, görərik ki, Allah mövcuddur, insan mövcuddur, Allahın şəriki mövcud deyil. Birinci sadə hökmlə, ikinci sadə hökmün maddəsində, yəni subyektlə predikat arasında zərurət bir əlaqəsi var. Məsələn, Allah mövcuddur. Zəruri olaraq Allah mövcuddur. Yəni, belə deyil, mövcud da ola bilər, olmaya da bilər. Mövcud olması zəruri deyil. Xeyr, Allah mövcuddur, zəruridir ki, mövcud olsun. Əks halda onu məxluq, yaranmışlar mövcud ola bilməz. Təbii ki, bunun geniş bəhsi kəlam elmində bəhs olunur, isbat olunur. Demək, burada Allah mövcuddur deyəndə, Allah subyekt, mövcud predikat və predikatla subyektin əlaqəsi, rabitəsi, burada zərurət rabitəsi var, zərurət əlaqəsi var burada. Üçüncü sadə hökmdə də eyni ilə zərurət əlaqəsi var. Yəni, Allahın şəriki mövcud deyil, zərurətən mövcud deyil. Yəni, mövcud ola da bilər, belə bir şey yoxdur. Xeyr, ümumiyyətlə mövcud deyil. Zəruridir ki, mövcud olmasın. Ancaq ikinciyə gələndə insan mövcuddur. İnsan mövcuddur. Burada subyektlə predikat arasında olan əlaqə heç də zəruri deyil. Burada mümkünlük əlaqəsi var. Yəni, insan mövcuddur. İnsan zəruri deyil ki, mövcud olsun. Yəni, insan mövcud olmasa bir şey baş verməz. İnsan mövcud ola da bilər. Bəli, mümkündür insan mövcud olsun. Mümkün ki, ümumiyyətlə, insan heç mövcud olmaya da bilərdi. Yəni, bunun heç bir problemi yoxdur. Burada zəruri deyil ki, insan mövcud olsun. Allah mövcuddur və ya Allahın şəriki mövcud deyil. Bu, sadə hökmlər kimi zərurət əlaqəsi yoxdur. Demək, birinci, üçüncü də zərurət əlaqəsi var. Amma ikinci sadə hökmdə mümkünlük əlaqəsi deyərlər. Lakin biz burada 2 dənəsini qeyd etdik. Dedik ki, 3 dənə maddə olmalıdır. Birinci ilə üçüncü misalda ikisi də eyni oldu. Təbii ki, birinci ilə
üçüncüyə zahirən biz birinci ilə üçüncünü eyni görürük. Bəli, ikisində də zərurət əlaqəsi var. Buna işimiz yoxdur. Amma fərqli bundan ibarətdir ki, birincidə Allah mövcuddur. Burada demək predikatın subyektə isnad edilməsi zəruridir. Yəni iqrari formada, burada sadə hökmün iqrari forması zəruridir. Allah mövcuddur. Mövcudu Allah'a isnad edirik, nisbət veririk və burada zərurət əlaqəsi iqrari bir hökm yaranır, sadə iqrari hökm və burada hökmün iqrar olması zəruridir. Yəni isnad edilməsində zəruriyyət var burada. Ancaq üçüncüdə Allahın şəriki mövcud deyil də gələndə predikatın subyektdən inkarı zəruridir. Çünki burada inkarı da keçmişdi əvvəllər. Allahın şəriki mövcud deyil, inkarı bildirir. Burada artıq belə deyək, şərik predikatdır, amma Allah subyekt. Şəriki gəlib biz Allaha, yəni subyektə isnad etməyimiz mümkün deyil. Yəni isnad edilməməsi zəruridir, inkar edilməsi zəruridir, əksi zəruridir. Deməli, birinci ilə üçüncünün fərqi bundan ibarətdir. Demək, burada da üç dənə sadə hökmlərdə üç dənə maddə yarandı. Bir, dediyimiz kimi zərurət əlaqəsi var, amma burada iqrari zərurət əlaqəsi, maddəsi zərurətdən ibarətdir. İki, üçüncü misalda dediyimiz kimi zərurət əlaqəsi var, lakin burada inkar edilməsi, predikatın subyektə isnad edilməsinin qeyri-mümkünlüyü zərurəti var burada. Üçüncüdə isə artıq mümkünlük, yəni insan mövcuddur, ola da bilər, olmaya da bilər. Burada zərurət əlaqəsi yoxdur, burada mümkünlük əlaqəsi var. Dostlar, məntiq elmində əgər iqrar zərurət olsa, bir hökmdə, sadə hökmdə iqrar zəruri olsa, məntiq elmində buna deyərlər, yəni iqrar zərurətinə deyərlər vaciblik. Demək, Allah mövcuddur, burada vaciblik var. Burada isnadın, burada əlaqənin vacibliyi var. Ancaq inkar olanda, məsələn, Allahın şəriki mövcud deyil, bu inkar zərurətinə qeyri-mümkünlük deyirlər məntiq elmində. Lakin bu ikisinin inkarına isə, yəni nə həm zəruridir, inkar olunur zərurətdən, nə də həm də qeyri-zəruridir. Yəni belə deyək, olmaması zəruridir. Xeyr. Yəni burada zərurət, ümumiyyətlə burada zərurətdən söhbət gedə bilməz. İstər bu zərurət inkari formada olsun, istər iqrari formada. Hər iki tərəfədir. Yəni necə hər iki tərəfə? Mümkün də ola bilər, mümkündürsə heç olmasın. İki tərəfi bərabərdir. Bərabər yəni bu mənada o tərəfdə inkar edir, bu tərəfdə inkar edir. Bu sadəcə olaraq hər ikisi belə bərabərdir ki, ola da bilər, olmaya da bilər. Buna isə deyərlər, bu ikisinin inkarını isə xüsusi mümkünlük deyərlər buna. Diqqət edin dostlar, xüsusi mümkünlük var, ümumi mümkünlük var, xüsusi mümkünlük. Xüsusi mümkünlük o mümkünlərdir ki, artıq o, belə deyək, fəlsəfi dəlillərlə, zehində olan əqli dəlillərlə biz gəlib bu nəticəyə çatırıq ki, bir predikatın subyektə istinad edilməsi burada mümkünlük əlaqəsi var. Sözün həqiqi mənasında da mümkünlük əlaqəsi ola bilər. İnsan mövcuddur. İnsan mövcud ola da bilər, olmaya da bilər. Yəni burada əlaqə sözün həqiqi mənasında mümkünlük əlaqəsi var. Xüsusi mümkünlük buna deyirlər. Xüsusi mümkünlük yəni budur ki, ola da bilər, mümkün də ola bilər, mümkün olmaya da bilər. Heç bir zərurəti yoxdur. Amma bir də var ki, ümumi mümkünlük. Ümumi mümkünlük termini gətirib biz zəruri olan şeydə də istifadə edə bilərik. Məsələn, deyə bilərik ki, Allah mövcuddur. Biz buna bir tərəfdən gəlib deyə bilərik ki, burada zərurət əlaqəsi var. Bir tərəfdən gəlib deyə bilərik ki, burada ümumi mümkünlük var. Xüsusi mümkünlük deyə bilmərik. Ümumi mümkünlük deyə bilərik. Ümumi mümkünlük artıq insanların ürfdə, insanların elmi bir tərəfdən yox, insanların
başa düşdüyü bir mümkünlükdür. Məsələn, bir insana gəlib deyirsən ki, Allah var, yoxsa yox. Heç bir insan da məsələn agnostik fikrindədir. Gəlib deyəcəksən ki, Allah var, yoxsa yox, mövcuddur, yoxsa yox. Deyəcək, mümkündür olsun, mümkündür olmasın. Yəni bunun üçün artıq və yaxud kiməsə deyirsən, adi bir insan deyirsən, Allah var, yoxsa yox. Deyəcək, mümkündür Allah olsun, mümkündür olmasın. Əslində sən buna deyə bilərsən, sən necə mümkün deyə bilərsən? Axı burada mümkünlük yoxdur. İnsan mövcuddur kimi deyil ki bu. Allah mövcuddur, zərurətdir. Zəruridir ki, Allah mövcud olsun, var olsun. O onu həmin o xüsusi mümkünlük insan mövcuddur kimi demir. Onu ümumi olaraq deyir. Onun üçün məsələn sabit olmayıb, onun üçün belə deyək, dəlillər sabit olmayıb ki, doğrudan Allah var, yoxsa yox. Nə də inkarına, Allaha inkar etməyə sabit olmayıb ki, Allahın varlığını inkar etsin. Yəni ümumi olan, ona görə deyirik, mümkünlük ümumi cəhətdən insanların işlətdiyi olaraq, insanların termin olaraq işlətdiyi söz olaraq ümumi mümkünlük deyilir buna. Yəni ona görə də ayırt etmək lazımdır. Xüsusi mümkünlük və ümumi mümkünlük. Xüsusi mümkünlük ancaq o şeylərdir ki, dəlillə, zehin, əql onu qəbul edir ki, bu predikatın subyektə istinad edilməsi ola da bilər, olmaya da bilər, amma ümumi mümkünlük artıq zərurət olan əlaqəsinə də daxil ola bilər. Təbii ki, dəlillər olmadan ümumi insanların başa düşəcəyi dərəcədə. Ona görə də bu, əgər insan mövcuddur deyəndə doğrudan da yəni əqli cəhətdən biz baxırıq ki, heç bir problem yoxdur, insan ola da bilər, olmaya da bilər. Buna deyərlər xüsusi mümkünlük. Vaciblik, qeyri-mümkünlük ki, buna dedik və xüsusi mümkünlük. Buna deyərlər hökmlərin maddələri. Demək, ona görə biz bunu təhlil elədik ki, bunlar hökmlərin maddələri hesab olunur. Hər bir sadə hökm bu 3 dənə maddədən biri ola bilər. Siz özünüzdə düşünün, zehində bir dənə təhlil edin. Dördüncüsü mümkün deyil. Yəni dördüncü bir maddənin ortaya çıxması, dördüncü bir maddənin var olması mümkün deyil. Ancaq bu 3 dənə maddə. Həyatımızda da biz sadə hökmlər quranda maşın ağdır, maşın qaradır, nə bilim, nə qədər sadə hökmlər qurursunuzsa qurun. Məsələn, paradoks qeyri-mümkündür. Bu nə qədər qurursunuzsa qurun. Bu nə qədər xarici aləmdə nəsnələr var, nə qədər xarici aləmdə biz sadə hökmlər qursaq, nəyisə nisbət versək, predikatı subyektə nisbət versək, istinad etsək, ancaq bu 3 dənə maddə ola bilər. Dördüncüsü əql deyir ki, mümkün deyil. Dördüncü bir təsəvvür mümkün deyil. Bu da belə dostlar. Bu sadə hökmlərin maddələri idi. Növbəti bir məsələ sadə hökmlərdə modallıq. Sadə və modal hökmlərin növlərindən danışacağıq. İlk gərək sadə hökmlərdə modallıq nə deməkdir? Bu barədə danışaq. Bu 3 dənə biz sadə hökmlərdə maddələri qeyd etdik və aydın oldu ki, bu 3 dənə maddədə zəruri və mümkün əlaqəsi var idi. Lakin zəruri və mümkün söz olaraq, ləfz olaraq bu sadə hökmlərdə istifadə olunmadı. Yəni Allah mövcuddur, maddəsi nədir? Bunun daxilindəki maddə, bünövrəsi nədir? Ev misaldakı kimi. Bünövrəsi bu da Allah mövcuddur, onun mövcud olması zəruridir. Bunu dedik. Amma zərurət sözünü biz qeyd etmədik. Və yaxud da insan mövcuddur. Bunun bünövrəsi nədir? Mümkündür ki, insan mövcud olsun, mümkündür olmasın. Və təbii ki, burada biz ləfzi olaraq gətirib insan mövcuddurda mümkün sözün istifadə eləmədik. Elə dedik, insan mövcuddur, maddəsindən onu çıxartdıq. Ancaq bir də var ki, o maddəni çıxardıb söz olaraq biz istifadə edirik. Məsələn, Allah mövcuddur demirik, zərurəti də çıxardırıq, maddəsini daxilindən, bu sadə hökmün daxilindən çıxardırıq, zahirə, ləfz olaraq istifadə edirik və deyirik ki, Allah zərurətən mövcuddur. Və yaxud da insanda, insan mümkündür, mövcud olsun. Mümkündür. Bu kimi hökmlər modal hökmlər adlanır. Yəni o hökm ki, onun maddəsi xaric olur, ləfz olaraq istifadə olunur. Bunlara deyərlər modal hökmlər. Allah zərurətən mövcuddur, bu oldu modal hökm. Bəli, Allah mövcuddur da modal hökm deyilməyəcək. Çünki zərurət orada xaric olmayıb, zahirə çıxmayıb. Amma Allah zərurətən mövcuddur, insan mümkündür, mövcud olsun. Artıq bu mövcudluq, mümkünlük, zərurət xaric olub, ləfz olaraq göstərilib deyə buna deyərlər modal hökm. Modal hökm də bunlardır.
Lakin bu zərurətən ki qeyd etdik, mümkündür ki bunları mümkün sözün qeyd etdik. Subyektlə predikat arasındakı əlaqəni çatdıran sözlərə ki, burada zərurətən çatdırır əlaqəni, burada mümkün əlaqəni çatdırır, mümkün sözü çatdırır. Bunlara deyərlər, bu sözlərə deyərlər hökmün modallığı. Deməli, o sözlər olur hökmün modallığı, amma ümumilikdə götürəndə insan mümkündür, mövcud olsun, ümumilikdə götürəndə bunlar olur modal hökmlər. Demək, bu da dostlar, modal hökmlər və modal sözlər ki, modal sözlər hökmün modallığı deyirlər buna. Təbii ki, dostlar, hökmün də modallığı müxtəlif ola bilər. Bunu gələcək dərsdə daha geniş keçəcəyik. Burada qısa olaraq biz dedik, gələcək dərsdə hökm modallığı hansı formada ola bilər, bunu deyəcəyik. Başqa bir tərəfdən də bir şey təhlil eləyək ki, hökmün maddəsi ilə modallığı eyni ola bilir bəzən, bəzən də eyni olmaya bilir. Bəzən də eyni olmasa da, məsələn, amma ziddiyyət təşkil olunur. Nə deməkdir? Bu misallarla deyək. Məsələn, deyirik ki, Allah zərurətən mövcuddur. Hökmün maddəsi nədir? Allah mövcuddur. Bu hökmün öz-özlüyündə maddəsi nədir? Zərurət. İndi biz zərurətə çıxardığında deyirik ki, Allah zərurətən mövcuddur. Allah zərurətən mövcuddur deyəndə, Allah mövcuddur maddəsi nə idi? Zərurət. Və o zərurət sözünü də çıxardı biz xaricə sadə hökmdə istifadə eləyəndə, bu modallıq hökmün özü ilə ki, onun daxilində də əslində dedik nə var? Zərurət əlaqəsi var. Hökmün modallığı eyniyyət təşkil edir. Yəni, Allah zərurətən mövcuddur. Allahın mövcudluğu maddəsi budur ki, zəruridir. Elə zərurətən sözündə o modal sözü çıxardıb həmçində xaricdə istifadə edirik. Elə o modallığı, hökmün modallığı, hökmün maddəsi, daha doğrusu maddəsi zərurətdir, modallığı da o zərurətən sözüdür, eyniyyət təşkil edir. Yəni, hökmün maddəsi ilə modallığı eynidir burada. Təbii ki, bu zamanda hökm doğru hesab olunacaq. Amma bəzən düzgün hesab səhv olur. Biz hökmün maddəsi başqa bir şey olur, amma hökmün modallığını gətirib xaric eləyəndə başqa bir şey olur və burada hökm əslində doğru, sadə hökm doğru olunur. Məsələn, deyək misal, insan mövcuddur. Əslində maddəsi nədir? Mümkünlük. Amma mən gəlib deyirəm ki, insan zərurətən mövcuddur. Hökmün maddəsi burada mümkündür. Mümkünlük sözü təşkil edir. Yəni, mümkünlük əlaqəsi var burada. Amma modallığı biz xaric edib istifadə edəndə burada modal söz nə oldu? Zərurətən. Heç də hökmün maddəsi ilə hökmün o modallığı eyniyyət təşkil etmədi. Bu ziddiyyətdir burada bir əlaqə olur. Yəni, burada ziddiyyət təşkil olundu. Və bu sadə hökm heç zaman doğru hesab olunmaz. Gərək hökmün maddəsi ilə modallığı eyni olsun. Və yaxud başqa misal da deyə bilərik ki, Allah məsələn xüsusi mümkünlüklə mövcuddur. Xeyr, Allah xüsusi mümkünlüklə mövcud deyil. Allah zərurətən mövcuddur. Maddəsi ilə modallığı eyniyyət təşkil etmədi. Bəzən də dostlar, elə bir şey olur ki, subyektlə predikat arasında düzdür zərurət əlaqəsi olur. Yəni, zərurət əlaqəsi olmasına baxmayaraq, lakin burada başqa bir modal sözdən istifadə olunur ki, amma bu modal sözü özü gəlib bu hökmün maddəsinə zərər yetirmir. Düzdür, hökmün maddəsi başqadır. Lakin bu modal sözün özü də gəlib ona zərərlər yetirmir. Heç bir ziddiyyət təşkil olmur burada. Məsələn, tutaq ki, deyirik ki, Allah daim mövcuddur. Sual, Allah daim mövcud. Ümumiyyətlə, bu hökmün maddəsi nədir? Zərurət əlaqəsi. Yəni, burada subyektlə predikat arasında əlaqə, predikatla subyekt arasında əlaqə nə əlaqəsidir? Zərurət əlaqəsi. Amma hökmün modal sözə baxanda daim sözündən istifadə olunur. Lakin burada heç bir problem yoxdur. Deyə bilər ki, Allah daim mövcuddur. Yəni, Allah daim mövcuddur, Allah zərurətən mövcuddur, heç bir ziddiyyət təşkil etmir. Düzdür, zərurətən başqa bir şeydir, daim başqa bir şeydir. Daim deyəndə sanki elə anlaşılır ki, yəni bəzən elə şeylər var ki, daim olur, daim onlar mövcud olur, amma onların zərurəti olmasa da bir problemi ola bilməz. Yəni, o zərurətdən daimliyi mövcud olmur. Onun daimliyi zərurətdən deyil. Məsələn, yer kürəsi deyək, misal üçün, hərəkətdədir, daim hərəkətdədir.
Lakin onun hərəkəti zərurətdən deyil. Ola bilər ki, nə vaxt hərəkətdə olmasın. Allah mövcuddur kimi deyil. Lakin yenə də buna baxmayaraq, bunların daim olan modal söz heç də gəlib hökmün, yəni sadə hökm maddəsinə ziddiyyət təşkil etmir. Allah daim mövcuddur. Bu hökmdə subyekt ilə predikat arasında baxmayaraq ki, zərurət əlaqəsi var, hökmün modallığı olan daimlik, zərurətlə heç bir ziddiyyət təşkil etmədiyi üçün hökm yalan sayılmır. Burada və yaxud da başqa bir şey deyə bilər ki, biz burada daimlik sözündən, modal sözdən istifadə edəndə məqsədimiz yer kürəsi hərəkətdədir kimi demirik ki, yəni onun daimliyi zərurətdən məsələn çıxır. Belə də məsələn deyə bilərik, bu tərəfdə yoza bilərik və ona görə burada ziddiyyətin heç bir ziddiyyət ortaya çıxmır. Bu da dostlar sadə hökmlərdə modallıq idi. Modallıq hansı formada ola bilər? Buna deyirlər modallıq. Növbəti bir məsələ isə gəldik modal hökmlərin növləri. Təbii ki, modal hökmün özünün də növləri var. Birincidə biz modal hökmləri göstərdik, modal sözləri göstərdik. Hansı söz ola bilər? Modal hökmlərdən danışdıq, amma burada artıq gəlib modal hökmün növlərindən danışacağıq. Çox sadədir, burada çətin bir şey yoxdur. Biz modal hökm deyəndə dedik nədir? Dedik o maddədən anlaşılan şeyi söz olaraq çıxardırıq, xaric edirik və hökmdə istifadə edirik. Məsələn, Allah zərurətən mövcuddur kimi. Və yaxud da yer daim hərəkətdədir. Məsələn, bu da bir şeydir. Yer hərəkətdədir. Bunun maddəsi nədir? Yəni daimlik var bunun maddəsində. Yer daim hərəkətdədir. Oldu modal hökm. Çünki daim sözün xaric elədik, istifadə etdik hökmünü söz olaraq. Bir də var ki, gəlib deyirəm ki, yer daim ancaq zəruri olmadan hərəkətdədir. Diqqət edin, yer daim ancaq zəruri olmadan hərəkətdədir. Əslində, burada iki dənə modal sözdən istifadə olundu. Bir, daim, iki də budur ki, zəruri sözdən istifadə olundu. Demək dostlar, bu misalı zehnimizdə saxlayaq və bunun üzərində modal hökmlərin növlərini təhlil edirik. Bir də deyək misalını, deyirik ki, yer daim hərəkətdədir. Bir dənə modal söz var daim və bir də deyirik ki, yer daim bir modal söz, ancaq zəruri iki modal söz zəruri olmadan hərəkətdədir. Birinci misaldakı yer daim hərəkətdir. Yalnız bir modallığı olub. Yəni burada bir modallığı var, o da daimlik. Sonradan başqa bir qeyd artırılmayıb burada. Buna deyərlər, əgər bir modal söz olarsa, bir modal sözdən istifadə olunarsa, sonradan başqa bir modal söz artırılmasa, buna deyərlər bəsit modal hökm. Bəsit. Amma ikincisinə ki, gəlib artıq burada deyək ki, yer daim hərəkətdə, yer daim ancaq zəruri olmadan ikinci modal hökm əlavə olunanda, təbii ki, buna da deyərlər mürəkkəb modal hökm. Lakin burada biz ilk olaraq bəsit modal hökmlərdən istəyirik danışaq. Çünki bəsit modal hökmün özləri də bölünür 8 hissəyə. Mürəkkəb hökmlərdə isə, mürəkkəb modal hökmlərdə isə onlar bölünür 3 yerə. Ki, istəyirik birinci bunların bəsit modal hökmlər barəsində onların qismlərindən danışaq. Ondan sonra yavaş-yavaş keçəcəyik mürəkkəb modal hökmün qismlərindən danışmağa. Demək dostlar, bəsit modal hökmlər ilk öncə gəlib özü 4 hissəyə bölünür. Və bu 4 hissədən də isə növbəti bir 4 hissə ortaya çıxır və ümumilikdə 8 qism bəsit modal hökmlər alınır, ortaya çıxır. İlk olaraq 4 növ hansıdır? İlk olaraq 4 növ olan zəruri, buna deyirlər apodiktik, 2 daimi, 3 gerçək, gerçəyi də bəzən deyirlər asertorik və 4-dəki mümkün. Ki, 4 yerə bölünür, bəs necə 8 oldu? Bu 4 qismdən hər biri də ya subyektin substansiyası, yəni zatı ilə əlaqəlidir, subyektin zatı 4 dənə böldük
və bu 4 dənəsi ya subyektin zatı ilə əlaqəlidir, ya da bir atributu, yəni sifəti ilə əlaqəlidir. Nəticədə də nə oldu? Nəticədə bu oldu ki, 8 dənə modal hökm ortaya çıxdı. 4 dənədir. Bu 4 dənəsi bir ya subyektin substansi ilə, zatı ilə əlaqəlidir, oldu 4 və yaxud da nə olur? Subyektin atributu ilə əlaqəli olur. Bu da oldu 4 və ortaya 8 qism modal hökm, bəsit modal hökmlər çıxdı. Onlardan da hansıdır? Bir-bir qeyd eləyək. Birinci gəlirik təbii ki, biz zərurət əlaqəsindən danışırıq. Substantiv zərurilik. Birinci gəlib substantiv zərurilik. Yəni burada subyektin zatı ilə əlaqəli olur. Substantiv zərurilik nədir? Məsələn, deyirik ki, 4 ədədi zərurətən cütdür. Bəsit modal hökm. Və burada təbii ki, 4 ədədi deyəndə burada substantiv bir zərurilik var, subyektlə əlaqəlidir və zatı ilə əlaqəlidir. Və yaxud deyirik ki, insan zərurətən canlıdır. Bu da ikinci misal. Bu kimi hökmlərdə predikatın zəruriliyi subyektin zatından qaynaqlanır. Ona görə deyirlər ki, subyektin zatı ilə əlaqəlidir. Burada zərurilik, o maddənin ortaya çıxması, o modallıq subyektin zərurətin, subyektin zatı ilə əlaqəli olur. 4 ədədi zərurətən cütdür. Cütlük necə ortaya çıxdı? Təbii ki, subyekt olan 4 ədəd onun o içərisindən, onun predikatın subyektin zatından, yəni burada predikat subyektin zatından qaynaqlandı. O cüt predikatdır ki, necə ortaya çıxdı? Təbii ki, subyektdən, 4 ədəddən ortaya çıxdı, onun zatından ortaya çıxdı. Çünki 4 ədədin zatı cütlükdür. İkinci isə bəsit modal hökmlərinin ikinci misalı. Daha doğrusu bəsit modal hökmlərdə birinci misalın təhlil etmədik. İnsan zərurətən canlıdır. Məsələn, onu da gətirək. Burada canlılıq predikatdır. Bu predikat necə ortaya çıxdı? Təbii ki, insanın bu predikatın ortaya çıxmağı insan, yəni subyektin zatından qaynaqlandı. Canlılıq insanın zatındandır. İkinci isə atributiv zərurilik. Artıq burada zərurət əlaqəsi ikincisində sifətlə əlaqəlidir. Nəinki subyektin zatı ilə əlaqəlidir. Burada subyektin belə deyək, sifəti ilə əlaqəlidir. Məsələn, deyirik ki, yol gedən insan nə qədər ki yol gedir, zərurətən hərəkətdədir. Bunun hərəkətdə olması düzdür subyektdən qaynaqlanır. Predikatın ortaya meydana gəlməsi, onun zəruri olaraq meydana gəlməsi subyektdən qaynaqlanır. Amma subyektin zatından deyil, sifətindən qaynaqlanır. O da hansı sifətdir? Yol getmək. Nə qədər ki yol getmək sifəti bu subyektdə vardır, subyektdə yol getmək vardır, onda zərurətən hərəkətdə olacaq. Yəni bu sifətdən, bu predikat subyektin sifətindən qaynaqlanır. Və subyektin zatı üçün zəruri deyil bu. Sonra gəldik bəsit modal hökmlər üçüncüyə. Artıq burada substantiv daimlik, artıq burada daimlik, zərurətdən danışmayacaq. Zərurətin iki qismi dedik, zati və subyektin zatı baxımından, subyektin demək sifəti baxımından. İndi isə daimlik olan modallığı, modal sözünü araşdırırıq. Təbii ki, yenə burada subyektin zati və subyektin sifəti ilə əlaqəli olaraq danışacaq. Üçüncü demək, bəsit modal hökmlər substantiv daimlikdir. Misal, yer daim hərəkətdədir. Təbii ki, yer daim hərəkətdədir, zərurətən hərəkətdə deyil, bunu təhlil etdik. Və yerin daimi olaraq hərəkətdə olması məlum məsələdir ki, yəni bu hökmdə predikatın daimliyi subyektin zatından irəli gəlir. O hərəkət subyektin, yəni yerin zatından, o daimlik yerin zatından irəli gəlir. Buna deyirlər substantiv daimlik. Dördüncüsü isə yenə daimlik, lakin burada atributiv, yəni sifətə aid olan daimlikdən danışacaq. Məsələn, yazı yazan insanın yazdığı müddətdə barmaqları daim hərəkətdədir. Barmaq daim hərəkətdədir. Zərurətən hərəkətdə deyil, daim hərəkətdədir.
Lakin bunun daim hərəkətdə olması subyektin zatından qaynaqlanmır. Bəs nədən qaynaqlanır? Subyektin sifətindən qaynaqlanır. Yazı yazan insan, nə qədər bir insan yazı yazandır, onda yazı yazmaq, katib sifəti mövcuddur. Artıq o barmaqları daim olaraq hərəkətdə olacaq. Bu da atributiv daimliyidir. Belə hökmlərdə subyekt üçün daimiliyi subyektin müəyyən bir xüsusiyyəti ilə bağlı, xüsusiyyəti ilə birgə olmasına görədir. Beşincisi isə dostlar, bəsit modal hökmlərin beşinci qismi. Beşinci qismisi artıq dedik gerçəklikdən danışacaq. Bir zərurətdən qeyd etdik. Zərurətin iki növünü dedik. Substantiv, sifətlə əlaqəli, zatla əlaqəli və sifətlə əlaqəli. Sonra gəldik daimliyə. Daimliyi də dedik. Zatla əlaqəli və sifətlə əlaqəli. Bu oldu 4 hissə. Növbəti isə gerçəklikdən danışacaq. Çünki gerçəklik dedik ki, asertorik olaraq gerçəklikdən danışacaq. Asertorik yəni gerçəklik. Gerçəkliyin də özü təbii ki, subyektin zatına əlaqəli ola bilir və sifəti ilə əlaqəli ola bilər. Substantiv gerçəklik birinci zatı ilə əlaqəli danışaq. Misal, məsələn, insan faktiki olaraq aya uçur. İnsanın aya uçması, faktiki olaraq aya uçması, burada bir gerçəklik var sadəcə olaraq. Burada zərurət, burada daimlik, bu əlaqə falan yoxdur. Burada bir gerçəklik əlaqəsini çatdıran bir şey var. Bəli, gerçəkdən də insan fakti olaraq aya uçur. Zəruridir, daimidir. Xeyr, zərurət daimindən söhbət gedir. Ümumiyyətlə bir gerçəkliyi çatdırmaq istəyirik biz. Və burada insan fakti olaraq aya uçur. Burada predikatın subyekt üçün yalnız bir gerçəkliyi bəyan edir. Yəni burada predikatın meydana gəlməsi subyektin bir belə deyək, subyekt vasitəsilə, yəni predikatın subyekti üçün yalnız gerçəkliyi burada bəyan olunur. Nəinki bir dediyimiz kimi zərurət əlaqəsi var, nəinki burada daimi əlaqəsi var. Heç bir şey yox. Bu gerçəklik istəyir keçmişdə olsun, istəyir gələcəkdə olsun, istəyir indiki zamanda olsun. Bu ümumiyyətlə bir gerçəklikdir. Təbii ki, bu da substansiya gerçəklik, yəni substansiya zat ilə əlaqəli bir məsələdir. Çünki insan faktiki olaraq, insan təbii ki, insan aya uçan da bir zatla əlaqəli kimi götürülür. Bu, sifətlə əlaqəli deyil, atributiv bir əlaqə yoxdur burada. Amma atributiv gerçəklik isə misal budur. Yatan insan yatdığı halda faktiki olaraq yuxuda yol gedir. Bəli, insan yatan halda yuxuda yol gedir. Təbii ki, bu bir gerçəklikdir. Mümkün ki, olsun bu bir gerçəkliyi çatdırması. Nə zərurət əlaqəsi var, nə daimilik. İstəyir bu indiki zamanda olsun, keçmişdə olsun, gələcəkdə olsun, insan bəli, ola bilər yatsın, bir gerçəkdir ki, insan yuxuda yatarkən yol gedə bilər. Yuxuda yol gedə bilər. Burada da atributiv əlaqə var. Substantiv bir atributiv, yəni sifətlə, subyektin sifəti ilə əlaqəlidir. Yəni burada subyektin zatı ilə əlaqəli bir şey deyil. Niyə? Çünki insan yatdığı halda, yəni insan yatarkən, insan naim, yatan olduğu halda bu sifət onda olarsa, yuxuda yol gedə bilər. Ümid edirəm, fikrimi izah edə bildim. Bu da gerçəkliyə aid idi və burada da qeyd olunur, bu kimi hökmlərdə, gerçəkliyə aid olan hökmlərdə yalnız predikatın gerçəkliyi müəyyən sifətlə bir olan subyekt üçün bəyan olunur. Müəyyən bir sifətlə, yəni atributivdə. Amma məsələn, substantiv gerçəklikdə bu cür hökmlərdə predikatın subyekti üçün, predikatın subyekt üçün yalnız bir gerçəkliyi bəyan edir. Bunu da dedik. Növbəti gəldik 7-ci bəsit modal hökmlərə. 7-ci bəsit modal hökmlərdə dedik ki, mümkünlüklə əlaqəli bir şeydir. Dostlar, bir dənə bunu deyək ki, çaşdırmayaq. Burada ümumiyyətlə mümkünlükdən danışılır. Amma gerçəklikdə mən ola bilsin mümkünlük sözünü istifadə etdim. Gerçəklikdə isə mümkünlük də olmasa, daimlik də olmasa, zərurət də olmasa, sadəcə bir gerçəkliyi daşıyır burada. İnsan faktiki olaraq aya uçur, bu bir gerçəkliyi daşıyır. Mümkündür, mümkün deyil. Biz bunu təhlil eləmirik. Zəruridir, biz bunu təhlil eləmirik. Və yaxud da qeyri-mümkündür, biz bunu təhlil etmirik. Biz sadəcə olaraq bir gerçəkliyi çatdırırıq. Ancaq burada isə 7-ci substantiv bir mümkünlük və təbii ki, atributiv bir mümkünlük. 8-ci isə burada mümkünlüklə əlaqəli olan bir şeydir.
Məsələn, substantiv mümkünlük deyirik ki, Allah ümumi mümkünlüklə mümkün varlıqdır. Və yaxud da insan ümumi mümkünlüklə mümkün varlıqdır. Ona görə mən bayaq qeyd etdim ki, biz xüsusi mümkünlüyü və ümumi mümkünlüyü ayırt etməliyik. Çünki biri irad edə bilər ki, Allah ümumi mümkünlüklə mümkün varlıqdır. Axı Allah zəruri olaraq var olmalıdır. Mümkünlük nədir? Biz dedik ki, burada ümumi mümkünlükdən söhbət gedir. Bəli, xüsusi mümkünlük gətirsək, bəli, xüsusi mümkünlükdə bu biz deyəmərik Allah xüsusi mümkünlüklə mümkün varlıq. Xeyr, əql demir axı onu. Allah zərurətən var olmalıdır. Ümumi cəmaatın içərisində, cəmaatın anlayışı olaraq bəli anladığı kimi məsələn mümkünlük, ümumi mümkünlük istifadə etmək olunsa onda bir problemi yoxdur. Yaxud da insan ümumi mümkünlüklə mümkün varlıqdır. Xeyr, insan ümumi mümkünlüklə yox, xüsusi mümkünlüklə mümkün varlıqdır. Bu da həmçinin elə. Belə hökmlərdə yalnız predikatın subyekt üçün qeyri-mümkün olmaması bəyan olunur. Ona görə ümumi mümkünlük deyilir buna. Başqa sözlə desək, qarşı tərəfin zərurəti inkar olunur. Məsələn, biz deyirik ki, Allah ümumi mümkünlüklə mümkün varlıqdır. Burada predikatın subyektə isnad edilməsi burada qeyri-mümkün olmamasını bəyan eləyir. Yəni, Allahın var olması qeyri-mümkün deyil. Ola bilsin ki, olsun. Ümumi mümkünlüklə. Birinə gəlib sual verirsən, məsələn, agnostik və yaxud da digər başqa bir insan sual verirsən ki, Allah var yoxsa yox, deyir ki, mümkün ki, Allah olsun. Əslində, bu xüsusi mümkünlüyə qeyd etmir, ümumi mümkünlüyə eləyir. Yəni, nə demək istəyir? Bu demək istəmir ki, xüsusi mümkünlükdə kimi, yəni Allah ola da bilər, olmaya da bilər, həqiqətdə əqli dəlillərlə, əqli cəhətdən xeyr. Bu onu demək istəyir ki, mən qarşı tərəfin sadəcə olaraq qeyri-mümkünlüyünü inkar edirəm. Yəni, qarşı tərəfin nədir? Yəni, qeyri-mümkün olmamasını inkar edirəm. Yəni, Allah ola bilməz, qeyri-mümkün. Bunu inkar edirəm. Burada ümumi mümkünlüklə məqsədim budur ki, yəni, Allahın var olması qeyri-mümkündür deyə bilmərik. Bunu mən inkar edirəm. Yəni, mümkündür ki, ola bilər Allah. Başqa sözlə desək, qarşı tərəfin zərurəti inkar olunur. Yəni, qeyri-mümkündür, zəruridir ki, Allah olmasın. Bunu inkar edirəm. Xeyr, ola da bilər, nə olmasın ki? Ona görə ümumi mümkünlüyün mənası budur ki, qarşı tərəfin zərurətini sadəcə olaraq inkar edir. Xüsusi mümkünlük kimi hər iki tərəfin zərurətini inkar eləmir. Xüsusi mümkünlükdə budur ki, yəni Allah xüsusi mümkünlüklə vardır deyəndə artıq yəni var ola da bilər, olmaya da biləri inkar edir. Amma ümumi mümkünlük deyəndə, ümumi mümkünlük budur ki, var olması qeyri-mümkündür. Bunu mən inkar edirəm. Amma demirəm ki, var olması qeyri-mümkün deyil. Növbəti isə atributiv mümkünlük. Atributiv mümkünlük isə bu da təbii ki, sifətlə əlaqəlidir. Artıq burada bu misalda zatla əlaqəli, subyektin zatı ilə əlaqəli idi. İnsan ümumi mümkünlüklə mümkündür. Bu mümkünlük insanın zatından qaynaqlanır. Ümumi mümkünlük təbii ki. Atributiv mümkünlük isə yatan insan yatdığı halda mümkündür ki, min beyt şeir desin. Burada da sifətlə əlaqədir. Çünki yatan insan yuxuda olarkən bu sifət onda olarsa, bu cür hökmlərdə predikatın müəyyən bir xüsusiyyətə malik olan subyekt üçün yalnız qeyri-mümkün olmaması bəyan olunur. Burada da yəni nədir? Burada onu demək istəyir ki, min beyt şeir, insanın yuxu halında min beyt şeir deməsi qeyri-mümkündür. Bunu inkar edirik. Xeyr, niyə qeyri-mümkün olsun? Mümkün ki, bəli, ola bilsin ki, insan yuxuda olarkən bunu desin. Yox, burada zərurət əlaqəsi var, yəni zəruridir ki, deməsin, yəni mümkün deyil desin və yaxud da zəruridir ki, desin. Xeyr, bunlar inkar olunur. Burada ümumi bir mümkünlük var. Qarşı tərəfi inkar edir, yəni qeyri-mümkünlük sadəcə olaraq inkar edir. İnsan deyə də bilər bunu. Yatan insan yatdığı halda mümkündür ki, min beyt şeir olsun, oxusun. Təbii ki, yuxarıdakı ilə insan ümumi mümkünlüklə mümkün varlıqdır. Orada biz dedik ki, nə dedik orada? Dedik ki, predikatın subyekt üçün qeyri-mümkün olmaması bəyan olunur. Burada da həmçinin yalnız qeyri-mümkün olmaması bəyan olunur. Yəni, eyni şeydir. Qeyri-mümkün olmaması orada bəyan edilir. Bu da dostlar, 8-ci bəsit modal hökmlərinin 8-ci forması. Demək, elədir 4 hissəyə
ümumilikdə bir də ümumi təkrar eləyək ki, zehnimizdə qalsın. Deyək ki, bəsit modal hökmlər ilk olaraq 4 hissədən ibarət olur. Ümumi olaraq ilk baxışda 4 hissəyə bölünürük. Dedik ki, hansıdır? Bir, zəruri və yaxud da ona deyərlər, dediyimiz kimi, apodiktik. İkincisi, daim. Üçüncüsü, gerçək və yaxud da gerçək deyərlər, asertorik. Və dördüncüsü isə mümkün. Sonra dedik ki, bax, bunların hamısı, hər biri sadə hökmdə ya sadə hökmün subyektinin zatı ilə əlaqəlidir, hər biri elədir 4. Və yaxud da hər biri sadə hökmün subyektinin zatı ilə yox, sifəti ilə, subyektin sifəti ilə əlaqəlidir. Bu da elədir ikinci 4, hər biri. Ortada oldu 8 növ. Bunların hamısını təhlil etdik. Ümid edirəm, fikrimi izah edə bildim. Çalışdığım dərsi asan bir yolla, asan şəkildə çatdırım. İnşallah bir qaranlıq qalmaz. Bu qədər dostlar. Gələn dərsdə mürəkkəb modal hökmündən danışacağıq. Mürəkkəb modallardan, daha doğrusu, mürəkkəb hökmlərdən yox, mürəkkəb modallardan. Bu danışdığımız bəsit modallar idi. Çünki bir dənə orada modal sözdən istifadə edilir. Burada isə mürəkkəb modallardan ki, 2 dənə modal sözdən istifadə edilir adətən. Sağ olun dostlar, salamat qalın. Mərhəmət.